evli olanlar daha rahat yatır. İstanbulda 500 nəfərin iştirakı ilə keçirilən yuxu tədqiqatı maraqlı nəticələr ortaya qoyub. Moody's Psixiatriya və Nevrologiya xəstəxanasının həyata keçirdiyi araşdırmaya əsasən evli şəxslər subaylara nisbətən daha asan yuxuya gedir. Araşdırmada iştirak edənlərin 57,7%-i yuxuya getməkdə ciddi çətinlik çəkdiyini bildirib. Hər 5 nəfərdən biri isə tez-tez bu problemlə üzləşdiyini deyib. Psixiatr doktor Melis Dağtekin'in sözlərinə görə sağlam münasibətlərdə yaranan emosional bağ və oksitosin hormonunun artması yuxunun keyfiyyətini artırır. Qadınlar kişilərə nisbətən yuxuya getməkdə 2 dəfə daha çox çətinlik çəkir. Əvvəllər psixoloji problem yaşayan şəxslərdə isə yuxuya getmə problemi 3 dəfə daha çox müşahidə olunur. Mütəxəssislər yuxu pozuntularının təkcə bir problem deyil, bir sıra fiziki və psixoloji xəstəliklərin əlaməti ola biləcəyini bildirir. Davamlı yuxusuzluq hallarında isə mütləq mütəxəssis yardımı tövsiyə olunur. Soyumuş kruasanlar bağırsaq üçün daha faydalıdır. Britaniyanın Milli Səhiyyə Xidmətinin cərrahı Karan Rajan səhər yeməyi üçün soyumuş kruasan yeməyi tövsiyə edib. O bildirib ki, klassik kruasanların tərkibində olan xəmirdə fermentasiya prosesi yavaş gedir. Bu zaman maya, gluten və nişastanı parçaladığı üçün kruasanların həzmi daha asan olur. Həkimin sözlərinə görə çoxları sağlam qidalanmaq üçün un məmulatlarından, xüsusilə səhər saatlarında imtina eləyir. Lakin düzgün hazırlanmış və soyudulmuş kruasanlar bağırsaq mikroflorasına müsbət təsir göstərə bilər. Rajan bildirib ki, soyulmuş kruasanlarda rezistent nişasta yaranır. Bu, nazik bağırsaqda həzm olunmadan qalın bağırsağa keçən xüsusi karbohidrat növüdür. Rezistent nişasta faydalı bakteriyaların qidasıdır və bağırsaq divarını qoruyan qısa zəncirli yağ turşularının yaranmasını stimullaşdırır. Yəni, səhər isti yox, soyulmuş kruasan yemək həm ləzzətli, həm də bağırsaq sağlamlığı üçün faydalıdır. Ağır xəstələr həkim nəzarəti ilə həyatına son verilə biləcək. Uruqvay Senatı Latın Amerikasında ilk dəfə evtanaziyanı qanuniləşdirib. 31 senator iştirak etdiyi iclasda 20-si əleyhinə səs verib. Qanuna görə psixi sağlam yetkin şəxslər sağalmayan terminal xəstəliyi olanlar həkim nəzarəti ilə həyatına son verə biləcək. Uruqvay sosial-liberal qanunları ilə tanınır. Ölkədə marihuana, eyni cinsli nikahlar və abortlar qanuniləşdirilib. 10 saat davam edən debatlardan sonra qanun qəbul olunub, bəzi iştirakçılar isə qatil qışqırıqları ilə etiraz edib. Senator Patricia Kramer bildirib ki, ictimai rəy bizdən bununla məşğul olmağı tələb edir. Sorğuya əsasən Uruqvaylıların 60%-i evtanaziyanı dəstəkləyir. Ən böyük müqavimət isə Katolik kilsəsindən gəlib. Qanuna əsasən evtanaziya etmək istəyənlər şəxsi yazılı müraciət təqdim edəcək və ölüm prosesi ağrısız, sakit həyata keçiriləcək. Uruqvay Latın Amerikasında qanunla evtanaziyanı təsdiqləyən ilk ölkədir. Kolumbiya və Ekvador isə bu praktikayı yalnız cinayət saymamaqla qəbul edib. Xatırladaq ki, evtanaziya Belçika, Niderland, Lüksemburq, İspaniya, Kanada, Kolumbiya və Amerika Birləşmiş Ştatının bəzi ştatlarında qanunidir. Bu pəhriz cinsi funksiyanı yaxşılaşdırır. Yeni sistematik baxış və meta-analiz nəticəsində məlum olub ki, sağlam, xüsusilə də iltihab əleyhinə təsirə malik aralıq dənizi pəhrizi çanaq dibi disfunksiyası və seksual pozuntuların qarşısının alınmasında mühüm rol oynayır. Frontiers in Nutrition jurnalında dərc olunmuş tədqiqatda 31 elmi işin nəticələri təhlil olunub. Tədqiqat nəticələri göstərib ki, aralıq dənizi və digər iltihab əleyhinə pəhrizlər seksual funksiyanın yaxşılaşması və sidik qaçırma əlamətlərinin azalması ilə əlaqəlidir. Həmçinin bildirilib ki, sağlam pəhrizlərin təsiri xüsusilə metabolik sindromu olan şəxslərdə daha güclü olur. Əldə olunan nəticələr həkimlərin çanaq dibi disfunksiyasından əziyyət çəkən insanlara dietoloji məsləhətlər verməsini zəruri edir. Gözəllik salonunda baş yumaq insult riskini yaradır. Həkimlər nadir, lakin təhlükəli hal olan gözəllik salonunda insult sindromu barədə xəbərdarlıq edib. Bu sindrom baş yuyulan zaman boynun uzun müddət arxaya əyilmiş vəziyyətdə qalması nəticəsində yaranır. Bu vəziyyət boyun fəqərələri arasında keçən və beynin qidalanmasını təmin edən onurğa arteriyalarının sıxılmasına və ya zədələnməsinə səbəb olur. Nəticədə insult və digər ağır fəsadlar baş verə bilər. Tibbi nəşrlərin
son 48 il üzrə icmalına əsasən ümumilikdə 54 belə hal qeydə alınıb. Bu hallardan 42-si gözəllik salonlarında, 8-i isə stomatoloji prosedurlar zamanı baş verib. Həkimlər bildirib ki, baş yuyulan zaman boynun altında dəstək, məsələn, yastıq və ya bükülmüş dəsmal olmalıdır. Bu, boynun həddindən artıq arxaya əyilməsinin qarşısını alır. Əgər prosedur zamanı narahatlıq və ya ağrı hiss olunarsa, dərhal salonda çalışan mütəxəssisə bildirməlidir. Vaxtında müdaxilə ciddi nəticələrin qarşısını ala bilər. Menopauza sonrası qadınlarda quru göz riski artır. Amerika Birləşmiş Ştatlarının aparıcı tədqiqatçılarından ibarət bir qrup alim menopauza sonrası qadınlarda quru göz xəstəliyi riskinin artdığını aşkar edib. 3500-dən çox qadının üzərində aparılan araşdırmada menopauza sonrası qadınlarda quru göz hallarının daha çox olduğu müəyyən olunub. Tədqiqat anket ilə həyata keçirilib və nəticələr göstərib ki, menopauza sonrası qadınların 57,4%-də quru göz əlamətləri müşahidə olunub. Premenopauza dövründə isə bu göstərici 53,2% təşkil edib. Nəticə olaraq araşdırma menopauza sonrası qadınların göz səthindəki qatların zədələnməyə daha meylli olduğu göstərir. Ekspertlər bildirir ki, qadın xəstələrə bu dövrdə quru göz riski barədə məlumat verilməli və vaxtında diaqnostika aparılmalıdır. Araşdırma newsmedical.net saytında dərc olunub və Amerika Birləşmiş Ştatlarındakı The Menopause Society tədqiqatçıları tərəfindən aparılıb. Bu tədqiqat menopauza dövründə yalnız hormonal dəyişikliklər deyil, eyni zamanda göz sağlamlığının da ciddi nəzarət tələb etdiyini vurğulayır. Antidepressantların fiziki sağlamlığa təsiri açıqlandı. Yeni reytinq preparatlar arasında böyük fərqləri göstərib. Alimlər ilk dəfə müxtəlif antidepressantların insanların fiziki sağlamlığına təsirini müqayisə edən beynəlxalq reytinq tərtib edib. London Kral Kolleci və Oxford Universitetinin alimləri 30 növ dərman üzrə 58 mindən çox xəstənin iştirak etdiyi 151 elmi işi təhlil ediblər. Nəticələr göstərib ki, preparatlar arasında bədən çəkisi, ürək döyüntüsü və qan təzyiqinə təsiri baxımından ciddi fərqlər var. Nəticələr The Lancet jurnalında dərc edilib. Bəzi dərmanlar 8 həftəlik qəbul zamanı orta hesabla 2,4 kiloqram arıqlama ilə nəticələnib. Digərləri isə əksinə çəkini 2 kilo artırıb. Müəyyən preparatlar ürək döyüntüsünü yavaşladarkən, başqaları onu 21 dəfə sürətləndirib. Qan təzyiqi fərqi isə bəzi hallarda 11 mm civə sütununa çatıb. Mütəxəssislər bildirirlər ki, bu dəyişikliklər bəzən klinik əhəmiyyət daşıyır və ürək-damar xəstəlikləri riskini artıra bilir. Buna görə də həkimlər xəstənin sağlamlıq vəziyyəti, təzyiq və çəkisinə uyğun fərdi antidepressant seçməlidir. Tədqiqatın müəlliflərindən olan professor Oliver House qeyd edib ki, bu fərqlər kiçik görünsə də milyonlarla insan üçün ciddi nəticələr doğura bilər. O deyib ki, xəstələr mütəxəssis məsləhəti olmadan dərman qəbulunu dayandırmalı və həkimlər də seçimlərini doğru etməyi bacarmalıdırlar. Çiyələk prediabetin qarşısını almağa kömək edir. Amerika Birləşmiş Ştatlarında aparılan yeni klinik sınaq çiyələyin prediabeti olan şəxslərdə qan şəkərinin səviyyəsinə müsbət təsir göstərdiyini ortaya çıxarıb. Araşdırmada gündə 32 qram dondurulub qurudulmuş çiyələk qəbul edən 25 yetişkin iştirak edib. Nəticələr göstərib ki, belə qida əlavəsi glukoza səviyyəsini azaldıb, bədəndəki oksidləşmə stressini və iltihabi göstəriciləri zəiflədib. Nəticələr Antioksidans jurnalında dərc olunub. Tədqiqatın müəllifləri qeyd ediblər ki, çiyələkdəki polifenollar və antosiyaninlər kimi bioaktiv maddələr antioksidant təsiri göstərərək damar sağlamlığını qoruyur. İştirakçılar 12 həftəlik sınaq müddətində pəhrizlərini dəyişmədən sadəcə çiyələk əlavəsi qəbul ediblər. Bu dövrdə iltihab markerlərinin səviyyəsi əhəmiyyətli dərəcədə azalıb. Alimlər hesab edirlər ki, balanslı pəhrizlə yanaşı çiyələk kimi təbii məhsulların istifadəsi ikinci tip diabetin qarşısının alınmasında əlavə qoruyucu rol oynaya bilər. Uşaqlara fıstıq vermək allergiyaların sayını azaldır. Son tədqiqatlar göstərib ki, 2015-ci ildə uşaqlara erkən yaşda tərkibində fıstıq əzməsi olan məhsulları verməyi tövsiyə edən tip göstəricilərindən sonra Amerika Birləşmiş Ştatlarında fıstıq allergiyasının yayılması əhəmiyyətli dərəcədə azalıb. Tövsiyələr yüksək riskli allergiyalı uşaqlara 4 aylıqdan etibarən allergen məhsulların verilməsini təklif edirdi. Araşdırmaya görə bu tövsiyənin icrasından sonra
sonra 3 yaşına qədər uşaqlarda fıstıq allergiyası hallarının sayı 2015-ci ildən sonra yüksək risk qrupunda 27%-dən çox, 2017-ci ildə isə tövsiyələrin genişləndirilməsindən sonra 40%-dən də artıq bir rəqəmlə azalıb. Pediatrics jurnalında dərc olunmuş araşdırmanı Dr. David Hill və həmkarları aparıb. Alimlər elektron tibb kartlarını təhlil edərək allergiya diaqnozlarını dəyişməsini əvvəl, tövsiyələr zamanı və sonrakı dövrdə izləyiblər. Nəticələr göstərib ki, erkən müdaxilə və düzgün qidalanma strategiyaları uşaqlarda həyat üçün təhlükəli allergiyaların qarşısını almaqda çox effektivdir. Parkinson xəstəsi beyin əməliyyatı zamanı klarnet çaldı. İngiltərədən olan 65 yaşlı Dennis Bacon beyin əməliyyatı zamanı klarnet çalaraq həkimləri və ictimaiyyəti heyrətləndirib. O, Parkinson xəstəliyindən əziyyət çəkdiyi üçün London Kral Kolleci xəstəxanasında dərin beyin stimulyasiyası adlı prosedurdan keçib. Əməliyyat zamanı qadın huşu açıq vəziyyətdə olub və yalnız baş dərisinə yerli keyitmə tətbiq edilib. Neurocərrah professor Keir Mars Aşkan başın üzərində xüsusi koordinat çərçivəsi yerləşdirərək beynin müəyyən hissəsində elektrodlar implantasiya edib. Onun sözlərinə görə elektrodlar vasitəsilə beyinə elektrik siqnalları göndərilən kimi xəstənin barmaq hərəkətliliyi yaxşılaşıb. Stimulyasiya tətbiq edilən kimi sağ əlimin daha asan hərəkət etdiyini hiss etdim və bu mənə yenidən musiqi ifa etməyə imkan verdi. Bu məni çox sevindirdi deyə Bacon bildirib. Professor isə əməliyyatın uğurlu keçdiyini və xəstənin hərəkət qabiliyyətinin dərhal bərpa olunduğunu vurğulayıb. Yeni gözlər oftalmologiyada ilk dəfə mərkəzi görmə qismən bərpa olunacaq. Amerikalı tədqiqatçılar yaşlı makulyar degenerasiya nəticəsində görmə qabiliyyətini itirmiş insanlara ümid verən yeni göz implantı ixtira ediblər. Verilən məlumata görə bu implant sayəsində bəzi görmə funksiyaları, məsələn oxumaq və gündəlik işləri görmək üçün vacib olan mərkəzi görmə qismən bərpa ediləcək. Yeni texnologiya bir neçə hissədən ibarətdir. İstifadəçi xüsusi eynəklər taxır və onların içərisində kamera yerləşir. Kamera çəkdiyi görüntünü 2x2 mm ölçülü aparat üzərinə ötürür və bu aparat görmə sinirinə ötürülən elektrik impulslarını çevrilir. 81% sınaq iştirakçısında implant müsbət nəticə verib. Layihəni Stanford Universitetinin professoru Danny Palanker rəhbərlik edir. O bildirib ki, uyğun patent prosedurları Amerika Birləşmiş Ştatları və Avropa üçün davam edir. Bu nailiyyət həyat keyfiyyətini artırmaq, görmə qabiliyyətini itirmiş insanlara yenidən özünə inam qazandırmaq baxımından böyük əhəmiyyət kəsb edir deyə mütəxəssislər bildirir. Rəfiqəlik sağlamlığa xeyirdir. Oksford Universitetindən professor Robin Dunbarın rəhbərliyi ilə aparılan araşdırma dostluq əlaqələrinin sağlamlığa təsirini tədqiq edib. Lakin sosial görüşlərin qadınlar üçün konkret hormon səviyyələrinə, serotonin və oksitosin təsir etdiyi, immunitetin və bərpanın sürətləndiyi kimi iddialar isə hazırda mövcud elmi işlər üzrə tam dəstəklənmir. Tədqiqat dostluğun sayının və keyfiyyətinin zehni və fiziki sağlamlıq üçün əhəmiyyətli olduğunu göstərir. Bundan əlavə yaxşı sosial münasibətlər daha uzun ömürlülük və daha az sağlamlıq problemləri ilə əlaqələndirilmişdir. Ancaq iddia edilən həftədə 2 dəfə görüşən qadınların konkret hormon səviyyəsində inkişaf qazandığı və immunitetin artdığı kimi nəticələrə dair dəqiq ölçülənlər və nəşr edilmiş mənbələr mövcud deyil. Nəticə etibarilə sosial görüşlərin sağlamlığa müsbət təsiri var. Pişik saxlamaq infarkt və insult riskini azaldır. Yeni elmi araşdırmalar sübut edir ki, evdə pişik saxlamaq təkcə emosional rahatlıq deyil, həm də ürək-damar sağlamlığı üçün ciddi faydalar gətirir. Journal of Vascular and Interventional Neurology jurnalında dərc olunan tədqiqata əsasən pişik sahiblərində infarkt və insult nəticəsində ölüm riski pişik saxlamayan insanlara nisbətən aşağıdır. Mütəxəssislər bildirir ki, pişiklərin sakitləşdirici təsiri və stressi azaltmaq qabiliyyəti ürək-damar sisteminə müsbət təsir göstərir. Onların müşahidəsinə görə pişiyi qucaqlamaq, sığallamaq və ya sadəcə onun mırıldanmasını dinləmək insanın əsəblərini sakitləşdirir, təzyiqi və nəbzi normallaşdırır. Tədqiqat Amerika Birləşmiş Ştatlarının Milli Səhiyyə və Qidalanma Araşdırması çərçivəsində aparılıb. Alimlər minlərlə iştirakçının məlumatlarını təhlil edərək yaş, cins, təzyiq, siqaret çəkmə, şəkərli diabet və xolesterin kimi amilləri nəzərə alıb. Məlum olub ki, keçmişdə pişik saxlayanlarda ürək-damar xəstəliklərində ölüm halları
miqdarı daha az müşahidə olunur. Pensilvaniya Universitetində aparılan əlavə araşdırma da bu nəticələri təsdiqləyib. 13 il ərzində 4435 nəfərin sağlamlıq göstəriciləri izlənilib və məlum olub ki, pişiklərlə böyüyən və ya uzun müddət pişik saxlayan insanlar infarktdan ölüm riskinə daha az məruz qalır.